Herkese salam. Bugün sizinlə noxudlu plov reseptini bölüşürəm. İlk öncə 2 toyuq filesini üzərinə soğan, kök, 2 dənə dəfnə yarpağı atıb bişməyə qoyuram. Biraz qaynayandan sonra üzərinin kəfini təmizləyirəm. 2 stəkan yarım düyünü yuyub üzərinə su töküb yarım saat gözlədirəm. Sonra isə buzluğa atdığım noxudun üzərinə düyünü əlavə edirəm. Üstünə çıxacaq qədər su tökürəm. Duz, zəfəran və yağ əlavə edib bişməyə qoyuram. Mən zəfəran sevdiyimə görə əlavə edirəm. Siz istəyirsinizsə tökməyə də bilərsiniz. Sonra isə fileni biraz yağda qızardıram. Çünki belə daha dadlı olur məncə. İstəyirsinizsə qaynadıb elə də servis eləyə bilərsiniz. Və artıq yeməyim hazırdır. Çox ləzzətli alındı. Həqiqətən, əgər belə bişirməmişsinizsə, belə də bişirin. Bu şəkildə də çox dadlı alınır. Və yanında da turşu ilə servis edirəm. Çox ləzzətli idi. Göz haqqınızı halal edin. Yemək videolarının davamını istəyirsinizsə, takip, yorum və like atmağı unutmayın.